Qoç bürcü. Qoç yeni ilin ilk günü səndən bir yük qalxır. Bəlkə də aylarla içində daşıdığın bir narahatlıq, həll olunmayan bir məsələ ya da bitməyən bir gözləmə vardı. 1 yanvar səhəri ilə birlikdə sən artıq bu enerjidən çıxırsan, sənə gözlənilmədən bir insandan mesaj və ya bir xəbər gələ bilər. Hətta düşünməmisən, amma sanki həyat sənin üçün başlanğıcı təmiz bir səhifə açır. Qoç üçün 2026-nın ilk gününün mesajı budur. Artıq heç nə əvvəlki kimi olmayacaq, daha yaxşısı başlayır. Hərçənd üçün ilin ilk günü emosional möcüzə gətirir. Ailə, münasibət, ev bu üç sahədə uzun müddətdir qarışıq olan bir şey düzəlir. Bir söz, bir görüş, bir zəng, kiçik görünən amma böyük təsir edən bir hadisə baş verəcək. Hərçənd uzun müddətdir içində saxladığı hissləri daha rahat ifadə edəcək və cavabını da gözəl şəkildə alacaq. Bu bürc üçün yeni il ağını burax rahatla, sevgi gəlir enerjisi ilə başlayır. 2026-da hərçənd daha çox anlayış, dəstək və sevgi görəcək. Tərəzi bölüşü. Tərəzi, 2026-nın ilk böyük möcüzəsi sənə iş və pul sahəsində gəlir. Həll ola bilmir kimi görünən bir məsələ birdən yön dəyişir. Uzun müddətdir planlaşdırdığın bir şey üçün 1 yanvarda yaşıl işıq yandırılır. Bu tarixdən sonra tərəzinin qərar vermə enerjisi güclənəcək. Həyatına daha çox sabitlik gəlir və sanki mən nə edirəm, hara gedirəm suallarının cavabı aydınlaşır. Yeni ilin ilk günü tərəzinin özünə olan inamını 2 dəfə artıracaq. Balığın yeni il möcüzəsi çox sakit, amma çox təsirlidir. Uzun müddətdir qəlbində saxladığın bir dilək hərəkətə keçir. Bu sevgi ilə bağlı bir yenilik də ola bilər. İşlə bağlı bir xəbərdə uzaqda olan biri ilə əlaqənin bərpası da. Balıq 1 yanvarda həyatında mən bunu hiss etmişdim dediyi bir təsadüf yaşayır. Bu bürcün enerjisi yumşalır, qorxuları azalır və 2026 balığın xeyrinə işləməyə başlayır. Bu 4 bürc 2026-nın ilk gününü möcüzə ilə qarşılayacaq. Hər birinə yeni yol, yeni şans, yeni başlanğıc gəlir. Daha çox belə proqnozlar üçün kanala abunə ol, videonu bəyən və şərh yazmağı unutma. Sənin bürcünü də növbəti videoda deyim.